Şimal subekvatorial iqlim qurşağında Şimali Amerikanın cənub qurtaracaq hissələri, Cənubi Amerikadan isə Orinoco ovalığı, Gviana yaylası əsas hissələri əhatə eləyir. Cənubun subekvatorialında Cənubi Amerikada isə əsas hissəni Braziliya yaylası əhatə eləyir. Afrika materikinin subekvatorial iqlim qurşağında şimal yarımkürəsində yerləşdiyi hissələrə Niger çayının hövzələrini, Şari çayının hövzələrini, Efiopiya yaylası, Somali yarımadasını, Nil çayının başlanğıcını ekvatorial iqlimdən götürdükdən sonra böyük bir hissədə axdığı hissələr ki var, subekvatoriala düşən hissələrdir. Sonra cənub yarımkürəsinə keçdiyimiz zaman Şərqi Afrika yaylası, Zambezi çayının hövzələri, həmçinin Konqonun mənsəbi və qollarının yerləşdiyi hissələr cənub subekvatorial iqlim qurşağında yerləşir. Madaqaskar adasının şimal hissələri də həmçinin yanında yerləşən ərazilərinə Hindistan yarımadası, Şri-Lanka adasının şimal hissələri, Hindçin yarımadası, Haynan, Tayvan adaları, Filippin adalarının şimalı, cənubun subekvatorialına düşən hissələrdə Yava adasının cənub hissələri, həmçinin şimalın subekvatorialına burada Malakka yarımadasının şimal hissələrini də qeyd eləyə bilərik. Çinin cənub hissələri də bura aid edilir. Avstraliya və Okeaniya olan hissədən isə burada Yeni Qvineya adasının cənub hissələri, Avstraliya materikinin isə York, yəni Cape York yarımadası, Arnhem Land yarımadası cənubun subekvatorial iqlim qurşağı. Subekvatorial iqlim qurşağında Braziliya ərazisi, Fransız Gvianası, Surinam, Guyana, Venezuela, Kolumbiyanın bir çox hissəsi, Panama yerləşir. Afrikanın subekvatorial iqlim qurşağında yerləşən hissələri çoxdur. Madaqaskarın şimalı, Tanzaniya, Somali, Efiopiya, Sudan, Çad, Niger, Mali, Senegal, Nigeriyanın bir hissəsini nümunə olaraq qeyd eləyə bilərik. Asiya qitəsindən Hindistan, Şri-Lankanın şimalı, Çinin cənubu, həmçinin Filippinin şimalı, Hindçin yarımadasından Vyetnam, Laos, Kamboca, Tayland, Myanma ərazilərini, Avstraliya və Okeaniyadan isə Papua Yeni Qvineya, həmçinin Avstraliya İttifaqının şimal hissələrini qeyd eləyə bilərik ki, subekvatorial iqlim qurşağında yerləşir.